Nur surəsinin 31-ci ayəsində Uca Rəbbimiz buyurur: "Və tubu ilallahi cemiən eyyuhel mu'minun." Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, la'allakum tuflihun. Bəlkə, şayət siz nicat tapanlardan olasınız, nicat tapasınız. Baxsaq, bu ayənin sonuncu hissəsi la'allakum tuflihun ki deyir, bəlkə nicat tapasanız. Burada deməli nicatı tapmaq icbari deyil, ixtiyaridir. Yəni Allah Taala'nın bir təkvini iradəsi var, bir təşriği. Məsələn, günəşin şərqdən çıxıb qərbdə batması bu Allahın kövni iradəsi ilə, təkvini iradəsi ilə baş verir. Amma bizim bu əməlləri seçim etməyimiz və nicat tapmağımızsa bizim öz ixtiyarımızla, öz əlimizlə baş verir.